Mən səni döyəcəm. Sən mənim sözümə qulaq asmırsan. Deməli, mən sözümə qulaq asmayan insanları döyə bilərəm? Yox. Mən səni döyəcəm, çünki sən uşaqsan. Və böyüklərin sözünə qulaq asmalısan. Onda mən böyüklərin sözünə qulaq asmayan uşaqları döyə bilərəm? Yox. Mən səni tərbiyə etməyə çalışıram. Onda mən də kimisə döyərək tərbiyə eləyə bilərəm? Yox, sən tərbiyə eləyə bilməzsən. Çünki uşaqsan. Onda mən böyüyəndə rahatlıqla kimsə deyə bilərəm. Uşaqlara davranışımızda və qurduğumuz dialoqlarda onlara hansı inancları aşıladığımıza diqqət etməliyik. Cəmiyyətdə zorakılıq ailədən başlayır. Xüsusilə də uşaqlar bu yaşananlardan örnək götürürlər. Övladlarımıza hüquqi qaydaları və insan haqlarını düzgün aşılamalıyıq. Səhv etdiyi üçün zorakılığa layiq olduğuna inanan uşaq, gələcəkdə rastlaşdığı əlverişli situasiyadan asılı olaraq ya cani ya da qurban rolunu seçir. Ya döyür, ya da döyülür. Bunların heç birində yanlışlıq olduğunu görə bilmir. Zorakılığın heç bir növünü adiləşdirmək, haqq vermək olmaz. Səhv varsa cəza sistemi var. Hər bir şəxs öz cəza sistemini ortaya qoysa, heç birimiz evimizdə dinç şəkildə gecə yata bilmərik. Səhvi aradan qaldıra bilmərik. Övladlarımız üçün güvənilir bir cəmiyyətə ehtiyacımız var. Bu güvənli sistemi formalaşmasında hər birimizin payı var. Təbii ki, ailənin öz cəza sistemi ola bilər. Amma unutmayaq ki, bu cəza sistemi səhvdən yayındırıcı və nəticə yönümlü olarsa faydalı olur. Daha böyük bir səhvlərə yönləndirirsə, bu cəza öz tərbiyə ediciliyini itirir. Gəlin birlikdə zorakılığa son verək.